Can yoldaşımız geliyor. Kafkasların yıldızı Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev. Aziz kardeşim, Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan, sayın tören iştirakçıları, aziz Kahramanmaraşlılar, ilk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. Qarabağ məsələsində də qeyd etdiyiniz kimi biz omuz omuza əziz qardaşım Sayın Cumhurbaşkanı Recep Tayyip Erdoğan'la savaşın ilk günündən bir yerdəydik. Savaşın ilk saatlarında Türkiye Cumhurbaşkanı'nın bize gösterdiği destek, dayanışma, siyasi destek, mənəvi destek, Türkiye halkının bizimle beraber olması bizim gücümüze güc katıb. Ve biz tarihi ədaleti bərpa etdik ve bugün Azerbaycan xalqı öz əzəli torpağında rahat ve təhlükəsizlik şəraitində yaşayır.